Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Ermənistanın iki ölkə arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını nəzərdə tutan protokolların parlamentdə ratifikasiyası prosesini dondurmasına münasibətini bildirib. Ərdoğan deyib ki, protokolların ratifikasiyası ilə bağlı qərar verəcək orqan Ermənistan parlamentidir. Türkiyənin baş naziri bildirib ki, bu prosesin necə həyata keçiriləcəyi onların biləcəyi işdir. Türkiyənin protokollara sadiq qaldığını dilə gətirən Ərdoğan İrəvana göndərdiyi özəl təmsilçisi ilə də bu mesajları çatdırdığını vurğulayıb. Beynəlxalq hüququn prinsipləri əsasında prosesi davam etdirdiyimizi, heç bir millətin və ölkənin öz ağlındakıları başqa millətə qəbul etdirmə haqqının olmadığını ifadə etmişdim. Eyni şəkildə heç bir ölkənin, millətin öz ağlındakıları Türkiyəyə qəbul etdirmək haqqının olmayacağını da söyləmişdim. Bizim mövqeyimiz bəllidir. Ratifikasiya prosesinin necə inkişaf edəcəyi, regionda sülhün təmin olunmasına necə nail ola biləcəyimiz bütün maraqlı tərəflərə açıq izah edilib. Qərarlı mövqeyimizi eyni şəkildə davam etdirəcəyik.